Bilirsiniz, bu köynəyin qiyməti neçədir? Specialdır, xüsusilə mənim üçün hazırlanıb. Hələ altındakı markanı demirəm, brenddir. Bəli, mən elə belə paltar geyinmirəm. Mənim geyimlərim, istifadə etdiyim aksesuarlar hamısı brend olmalıdır. Stop, bilirəm ki, məni yanlış anladınız. Yeri gəlmişkən Şəhrar, maraqlıdır, bunu neçə almışdın? İkimizdə də var idi. Maksimum 10 manat, 15 manat olar. Bəli, ümumilikdə götürsək marka ilə birlikdə 20 manat dəyəri var, əzizlərim. Bəli, mövzu ümumiliklə mənlə bağlı deyil. Mənim bu mövzuda, bu cür danışmağımda məqsəd yalnız birdir, sizə mitomaniya problemi və mitomanlar haqqında danışmaq istəyirəm. Bəli, mitomanlar kimlərdir? Mitomanlar o şəxslərdir ki, onların həyatı bütünlüklə ağ yalandan ibarətdir. Bəlkə də təəccüblənirsiniz ki, necə ola bilər? Axı, hər birimiz həyatımızda yalana müraciət edirik, yəni yalan danışırıq. Əlbəttə ki, yalan danışırıq. Normal halda, hansı halda ki, artıq normanı keçir, biz ona patoloji yalançılıq deyirik. Bu artıq mitomaniya problemindən xəbər verir. Yəni, insanlar belə deyək də, qısaca hər hansı bir çətinlik qarşısında qalanda, qorxu halında, düşdüyü bir çətin situasiyadan çıxmaq üçün şirin yalanlar danışa bilərlər və yaxud da hansısa bir yalana əl ata bilərlər. Amma mitomanların həyatı tamamilə fərqlidir. Mitomaniya ümumilikdə xəstəlik kimi deyil, hansısa bir psixoloji problemin fonunda ortaya çıxan simptomdur, əlamətdir ki, bu bir çox psixoloji, hətta psixiatrik xəstəliklərdən xəbər verir. Yəni, qısaca olaraq, siz patoloji yalancı insanlara rast gəlirsinizsə, onlarda hansısa bir psixoloji problemin olma ehtimalını da düşünməlisiniz. Bu hansı xəstəliklərdir? İlk öncə narsistlik şəxsiyyət pozuntusu. Bəli, narsizm nədir? Narsistlik şəxsiyyət pozuntusu nədir? Bu haqda çox danışmışam. Yeri gəlmişkən mənim YouTube kanalımda izləyənlər bilirlər ki, bununla bağlı videolarım var. İzləyə bilərsiniz. Psixoloq Zülfiyə Musayeva. Qısaca olaraq, narsistlik deyəndə, yəni onların pafoslu, həyatın mərkəzində mənəm, dünya mənim ətrafımda fırlanır, hər şeyin ən gözəli mənim olmalıdır, üstünlük prinsipindən yaşayan insanlardır ki, bəli, bunu əldə edə bilmək üçün ağ yalanlara əl atırlar və həyatlarını yalan üzərində qururlar. İkinci, isterik şəxsiyyət pozuntularında bu simptomlara, yəni mitomaniya əlamətlərine rast gəlirik. İsterik şəxsiyyət pozuntusu hansı insanlardır? O insanlardır ki, onlar qeyri-adi görünmək, diqqət cəlb eləmə, aşırı diqqət cəlb eləmə ehtiyacları olduğu üçün onlar da nə edirlər? Məsələn, biz onları geyimlərində, hərəkətlərində görə bilərik ki, çox aşırı diqqət cəlb eləmə ehtiyacı duyurlar və aşırı diqqət cəlb eləmək, xüsusi seçilən biri olmaq, qeyri-adi biri olmaq ehtiyacından, bəli, onlar da yalandan, yəni yalana əl ata bilərlər. Yəni, mitomaniya simptomları həm də isterik şəxsiyyət pozuntularında rast gəlinir. Digər problem hamımıza məlum olduğu kimi şizofreniya və digər psixoz xəstəlikləridir ki, onlarda da reallıqdan uzaq olduqları üçün, yəni belə deyək də artıq təfəkkür reallıqdan uzaq olduğu üçün qeyri-adi, real olmayan şeylər uydurub, o xülyalar aləmində itib batıb, qeyri-real şeylərə əl ata bilib, yalan danışa bilərlər. Yəni, mitomaniya həm də şizofreniya psixozlarda da rast gəlinir. Digər bu problemin əlamətlərinə həm də bipolyar pozuntulu xəstələrdə rast gəlmək olar ki, bipolyar da nədir bilirsiniz, maniya halı var, depressiya halı var. Xüsusilə maniya halında, yəni onlar aşırı güclü hiss eləmək, yəni belə deyək də o qədər həmin maniya halında özünü güclü hiss edir ki, və o düşünür ki, mən bunu bacararam, qeyri-real, reallıqdan uzaq şeylər uyduraraq özünə ağ yalandan ibarət bir dünya qura bilərlər. Bəli, əzizlərim, bunları deməkdə məqsədim odur ki, maariflənəsiniz. Necə ki, mən bunun öz təcrübəmdə yaşamışam ki, mitomaniya xəstəsinin qurbanı olan bir qızımızdan danışacağım ki, bu qızımız göz yaşı tökərək seansda ağlayaraq bildirirdi ki, mən sevgilimin danışdıqlarının bütünlüklə A-dan Z-yə qədər yalan olduğunu fərqinə varanda şok keçirdim. Bəli, hətta bu travmatik dərəcədə, psixoloji travma dərəcəsində negativ təsir göstərə bilər. Böyük bir sarsıntı yaşamışdı bu qızımız. Yəni, bu mənada çox vaxt mitomaniya problemində əziyyət çəkən insanlar, yəni mitomanlar özləri heç vaxt seansa psixoloqa müraciət etmirlər. Onların ən yaxınları, doğmaları əziyyət çəkirlər və çox zaman ailə üzvləri psixoloqa müraciət edirlər ki, mənim qardaşımda, bacımda, ailə üzvümdə belə bir problem var.
Və qısaca olaraq onu da bildirmək istəyirəm ki, niyə bu problem yaranır? Bəli, niyənin birinci izahını verdim ki, bu bir çox psixoloji, psixiatrik xəstəliklərin fonunda ortaya çıxır və digər bir məsələ də məntiqlə düşünsək, əlbəttə ki, cavab budur ki, onlar daxilən o qədər özlərini yetərsiz, gücsüz, bacarıqsız, sevilməyən, çirkin biri kimi görürlər ki, düşünürlər ki, hansısa brend paltar, hansısa brend əşya, saat olsun, telefon olsun, xüsusi bir şeylər olsun, olmayan bir şeylər də özlərinə mənim var deyərək, aid edərək öz daxili yetərsizliklərini örtbasdır eləməyə çalışırlar. Onların daxilində çox böyük qorxu hissi olur. O qədər özlərini qüsurlu hiss eləyirlər ki, düşünür ki, mən bunları deməklə sanki o qüsurlarımı gizlətmiş olacağam. Yəni, mənə də çox maraqlıdır və sonunda bu sualla sizə müraciət eləmək istəyirəm. Fikirləriniz mənim üçün çox önəmlidir. Sizin də ola bilər həyatınızda belə bir insanlar rastınıza çıxa bilər, qarşınıza çıxa bilər. Belə bir insan olanda siz hansı addımı atardınız? O insanla araya məsafə qoyub ondan uzaqlaşardınızmı? Onun yalanını üzünə vurub onu utandırardınızmı? Və yaxud da sadəcə susub dinləyərdinizmi? Yoxsa fərqinə varmaq üçün hansısa bir addım atardınızmı? Çox maraqlı fikirləriniz yazsanız şad olaram və kanala da abunə olmağı unutmayın. Təşəkkür edirəm.